Görməmişim bir oğlu oldu. Nə bilim valla. Mənim indiklərə sözüm yoxdur. Mən uşaqlarımı özündən aralı eləmişəm. Qaynatamın qaynanamın yanında qucağıma almağı utanmışam mən onları. Mən uşaqlarımı vaxtçıya qoyub gəlirəm. Hə, apar. İndikilər 2 uşağa baxa bilmirik. Biz o vaxtı 5 uşağa birdən baxmışıq. Hələ uşaqdan əlavə ev işi, qaynana qaynata, qaynananın qaynanası, qaynatası. Biz eşeği olmuşuq axı. Siz indi gün görün. Mən deyirəm, sonra oğlan pis. Qaynanaya baxıb, qaynanaların daşı düşüb gəlinlərin təpəsinə. İndi arvad olmağa nə var ki? Paltarımızı paltar yuyan yuyur. Biz o vaxtı ləyən, əlimizdə oxalaya, belimizdə qırışa çıxa güclə biz paltar yuyub sərmişik. 2-3 birdən sərmişik. Hə, atın tələf edin paska pampersləri o cürünə. Yazılı oğlum səhərdən axşama qədər əziyyət çəksin ki, bunlara paska pampers daşsın. Nə var ki, bunun gözəl gözəl xanımı canını əziyyətə verir, uşaq qarşıqı öyrətmək istəmir. 10 yaşına qədər qoyarsan taxar, yaxşı. Hə, bir də dediyəm, bəxtən əlim hansı ki, atam bıdı danışa qalacaq. Sən zamanında indi paltar yuyan olmayıb, pampers olmayıb ki, onun günahkarı mənəm. Elə ağıl olsun indiklər. Kaş indiklər ağılda olaydınız. Sən nə cavab qaytardın o cürünə? Sən mənə nə dedin? Sən mənim böyütdüyüm uşağın çörəyi yiyirsən, hayasız. Sən də görmə arvad olmayasan, sən bura gəl.